Əllomə Təbətəbai deyirdi ki, insan Allahı yalnız kitab səhifələrində axtardığı müddətdə rübubiyyəti anlamaz. Rübubiyyət o vaxt açılır ki, insan həyatındakı bütün dəyişimin və yüksəlişin arxasında vahid idarə edən qüdrəti görməyə başlayır. Əl-Mizan təfsirində qeyd olunur ki, rübubiyyətin mənası Allahın bütün mövcudatı mərhələ-mərhələ kamala çatdırmasıdır. Uluhiyyət isə Allahın ibadətə layiq yeganə həqiqət olmasıdır. Lakin irfan alimləri deyirdi ki, insanlar çox vaxt uluhiyyəti yanlış anlayır. Onlar düşünür ki, bütə səcdə etmirsə, artıq müvəhhiddirlər. Halbuki Şəhid Mürtəza Mütəhərri yazırdı ki, müasir insanın bütü daşdan deyil, nəfsdən, qorxudan və insanlara bağlılıqdan yaranır. İnsan Allahdan çox insanların razılığı üçün yaşayırsa, qəlbində gizli bir ilahlar qurub. Yəni tövhid dediyimiz anlayış qəlbin Allahdan başqa hökm verən bütün mərkəzləri sındırmasıdır. Ayətullah Cavad Amili yazırdı ki, rübubiyyəti inkar edən insan əslində varlığın mənasını inkar edir. Fəlsəfi dəlillərlə izah edirdi ki, mümkün varlıq öz zatında müstəqil deyil. Yəni insanın, maddənin və kainatın varlığı özündən qaynaqlanmır. Mümkün olan hər şey var olmaq üçün vacibə vücuda, yəni Allahın varlığına bağlıdır. Əgər Allahın feyzi bir an kəsilsəydi, bütün aləm yoxluğa dönərdi. Bu irfanda fəqri vücudi, yəni mövcudatın zaten yoxsul olması adlanır. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, ilahi rübubiyyət insan iradəsini məhv etmir, ona varlıq verir. Necə ki, günəş aynadakı nuru yaratdığı halda aynanın öz əksini göstərməsi qalır. İnsan iradəsi də Allahın yaratdığı bir təcəllidir, amma insan yenə seçim edir. Uluhiyyətin ən yüksək mərhələsi budur ki, insan Allahı yalnız ehtiyac anında çağırmasın. Ariflər deyirdi ki, çox insan Allahı vasitə kimi istəyir, amma həqiqi tövhid Allahı Allah olduğu üçün sevməkdir. Quranda buyurulur, Allah onların qəlblərinə möhür vurmuşdur. Əllomə Təbətəbai bu ayənin təfsirində qeyd edirdi ki, bu möhür başlanğıc deyil, nəticədir. Yəni Allah səbəbsiz yerə bir insanın qəlbini bağlamır. İnsan davamlı şəkildə həqiqəti rədd etdikcə və nəfsinə tabe olduqca qəlbin qəbul qabiliyyəti zəifləyir. Quranda buyurulur, möminlər Allahın peyğəmbərləri arasında fərq qoymazlar. Ayənin zahiri mənası budur ki, mömin insan ilahi risalətin həqiqətini parçalamaz. Lakin Əllomə Təbətəbai Əl-Mizan təfsirində qeyd edirdi ki, peyğəmbərlər arasında fərq qoymamaq onların hamısında təcəlli edən vahid nurun qəbul edilməsidir. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, dinlərin fərqli görünməsi insanlığın təkamül mərhələlərinin fərqli olmasındadır. Necə ki, uşaq, gənc və kamil insan eyni ruhun müxtəlif yaşlarıdır. Eləcə də ilahi şəriətlər insanlığın müxtəlif inkişaf mərhələlərinə uyğun nazil olmuşdur. Başqa bir ayədə buyurulur, biz o peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik. Ayətullah Cavad Amili bu ayənin təfsirində qeyd edirdi ki, mömin öz sevgisində və qəbulunda peyğəmbərləri ayırmaz. Amma Allah onların təcəlli dərəcələrinin fərqli olduğunu bildirir. Çünki nur birdir, amma aynaların tutumu eyni deyil. Məsələn, bütün peyğəmbərlər günəş kimidir, amma hər biri ilahi isimləri fərqli genişlikdə əks etdirir. Buna görə də peyğəmbər salavatullah xatəm adlandırılır. Çünki əvvəlki nurlar onda kamil şəkildə cəmlənmişdir. Əllomə Qazi tələbələrinə deyirdi ki, Qur'anı yalnız ağılla oxuyan ayələri görər. Qəlblə oxuyan isə ayələrin arxasındakı nuru görər. Qur'anın Ali İmran surəsində belə buyurulur. Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və nəvələrinə nazil olana iman gətirdik. Burada Qur'an insan ruhunu təfriqədən və məhdud baxışdan çıxarır. Ayətullah Behçət ağa buyururdu ki, insanların Allah yanında fərqi onların görünüşündə deyil, Allahı nə qədər tanıdıqlarındadır. İnsanların çoxu Allahı qorxudan, ehtiyacdan və cənnət üçün sevir. Bu sevgi yenə də özün ətrafında fırlanır. Ayətullah Behçət ağa deyirdi ki, insan Allahı tanısa artıq ondan başqasını istəməz. Əllomə Qazi tələbələrinə deyirdi ki, Allah haqqında düşündüyünüz hər təsəvvür Allah deyil. Çünki insan zehnində yaranan hər şey məhduddur. Allah isə sonsuz varlıqdır. Qur'anda qeyd olunur ki, onun bənzəri heç nə yoxdur. Yəni nə düşünürsənsə, Allah ondan da ucadır. Ona görə də mərifət yolunun başlanğıcı acizliyini anlamaqdır.